Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Deməli, əzizlər, bir şəhri məsələ haqqında istəyirdim bir qısa qeyd vurum. Möminlər arasında çox sual doğuran və yanlış anlaşılan məsələlərdən biridir. Məsələ budur ki, seyyidlərə sədaqə vermək haramdır ya yox. Və bir çox insanlar bəzən bu məsələdə bəzən yanlışlığa düşür, şəri məsələnin həqiqətini bilmədən, məsələn, görürsən ki, mahiyyət olaraq məsələdə yanlışlığa qail olur. Yəni, elə bilirlər ki, müstəhəb sədəqə də seyyidə haramdır, ümumiyyətlə sədəqə vermək olmaz seyyidlərə. Və yaxud da yalnız seyyid olan şəxs sədəqəni verə bilər və kənar heç bir kəs bunu edə bilməz. Yəni, əslində, biz baxdıq şəri hökmlərə, şəriət məsələlərinə diqqət edəcək, görərik ki, şəriətdə seyyid olmayan şəxsin, seyyid olan şəxsə müstəhəb sədəqəni verməsinin heç bir eybi yoxdur. Sədəqə sözü ümumiyyətlə iki cür anlaşılır, termin olaraq, ümumi anlamda. Bir müstəhəb sədəqədir, bir də vacib sədəqədir. Yəni, bu vacib sədəqəyə də fiqdə, yəni fiqh elmi sahəsində deyərlər zəkat. Yəni, bu ya ki, məhsulların, ya heyvanların zəkatıdır, yaxud da fitrə zəkatıdır ki, bu qəbildən sayılır. Yəni, müstəhəb sədəqə bildiyimiz sədəqədir ki, müstəhəbdir, vacib deyil. İnsan istənilən bir əşyadan, puldan, ərzaqdan və s. bunu ayırıb verə bilər. Bunu həmçinin seyyidlərə verməyin də heç bir problemi yoxdur. Yəni, bu sədəqə sözü ümumi anlamda götürülür. Ki, yəni, müstəhəbbə də deyilir, termin olaraq, söz olaraq aid edilir, yəni, həmçinin vaciblərə də aid olunur. Və bəzi hədislərdə də biz görürük ki, bəli, seyyidə sədəqə vermək olmaz. Və bunu bəziləri də belə anlayır ki, deməli, seyyidlərə ümumiyyətlə sədəqə vermək haramdır. Deməli, biz təbii ki, bu işin mütəxəssisi kimdir? Müctəhidlər, fəqihlərdir, ulamadır və onlar da bu rivayətləri cəm edir, mətnini təhqiq edir, mənanı ələ gətirir ki, burada məqsəd ümumi mənaya xüsusi məna, yəni xüsusi sədəqədir. Xüsusi sədəqəsi yəni nə? Malın zəkatı, fitrə zəkatı bu mənadadır. Məsələn, rivayətlər var, birində Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur ki, ey Əbdülmüttəlib övladları, sədəqə nə mənə, nə də sizə halal deyil. Sədəqə insanların əl çirkidir və Allah Teala onu mənə haram edibdir. Sədəqə Əbdülmüttəlibin övladlarına, yəni bəni Əbdülmüttəlibə halal deyil. Yaxud İmam Rəza Aleyhisselam buyurur ki, Peyğəmbər sallallahu aleyhi və aleyh buyurub da biz əhl-i beytə sədəqə halal deyil, yəni haramdır. İmam Sadiq Aleyhisselamın hədisi var, sədəqə bizə haramdır, xumus isə vacibdir. Və bir çox rivayətlər görürük ki, əhl-i beyt əleyhisselam və seyyidlərə sədəqə haramdır. Və həmçinin başqa hədislərimiz də var ki, sədəqə sözünün mənasını açıq-aşkar bəyan edir. Ki, bu da nədir? Malın zəkatıdır, yəni vacib zəkatdan söhbət gedir. Məsələn, İmam Sadiq Aleyhisselam'a sual edirlər, bəni haşimə sədəqə haramdır. İmam buyurur ki, vacib olan sədəqə ki, yəni zəkat bizə halal deyildir. Amma bundan başqasının heç bir iradı yoxdur. Fəla bəsə bihi, buna da heç bir müşkülü yoxdur. Və yaxud da imamdan sual edirlər, haşimi övladlarını, yəni seyyidlərə haram olan sədəqə nədir? Ki, yəni məqsəd burada nədən ibarətdir? Ki, o haram deyəndə imam deyir ki, o zəkatdır. Yəni, zəkat bizə, yəni vacib zəkat bizə haramdır. Və rivayətlər də, yəni uzunçuluq olmasın, qeyd edir ki, burada məqsəd vacib malın zəkatıdır, müstəhəb zəkatı verməyin heç bir problemi yoxdur. Ki, indi bu da mahiyyət olaraq bu cürdür ki, məsələn, bəziləri irad tuturlar. Deyirlər ki, tarixdə var ki, xanım Zeynəb salamullah aleyhə və Ümmü Gülsüm salamullah aleyhə küfəlilərin verdiyi müstəhəb sədəqələri sədəqə olduqları üçün götürmürdülər və əsirlərin də götürməsinə icazə vermirdilər. Və bu cür olduğu halda və seyyidlərə müstəhəb sədəqənin halal olduğunu deyə bilərikmi, yoxsa bu da özü bir işğallı bir məsələdir? Cavabında fəqihlərimiz qeyd edirlər ki, əvvəla bizi üçün açıq sünnədə olan dəlillər göstərir ki, müstəhəb sədəqəni verməyin heç bir eybi yoxdur. Və səhih, yəni
sabit olan etimadlı rivayətlərdə bu açıq-aşkar bəllidir. Amma bu tarixi hadisədə qeyd olunan budur ki, alimlər deyir ki, mümkündür ki, burada məkruhluğuna görə ediblər. Çünki məsələ budur ki, orada onlar o şeyləri ki, Əhl-i Beytə verirdilər. Bu tarixi məsələ incəlikdə görürsən ki, Əhl-i Beyt əleyhissalamı təhqir qəsdi ilə verirdilər. Və məsumlar da bu qəsdi bildikləri və gördükləri, müşahidə etdikləri üçün xanım Zeynəb salamü aleyhə, Əhl-i Beytin digər üzvləri ki, övladları bunu müşahidə etdiyi üçün onları götürmürdülər və digərlərini də çəkindirirdilər ki, bunları götürməsinlər. Ki, niyə? Onların da bu səbəbləri var idi. Yəni, hadisələr göstərir ki, bu qeyri-seyyidlərdən sədəqənin alınması bəyənilmir, yaxud da həmin bu küfəllər Əhl-i Beyt əleyhissalamı təhqir etmək üçün bu işi görürdülər və xanım Zeynəb salamü aleyhə, Ümmü Gülsüm salamullah aleyhə bu hadisəni müşahidə edib görürdü. Məhz buna görə götürmürdülər ki, bu onlar üçün bəyənilməyən yaxud da qadağan olmuş bir şeydir ki, onların şənini aşağı salırdı. Və yəni qeyd etdiyimiz kimi bütün fəqihlər bu kimi dəlilləri ümumi cəm etdikdən sonra hamısı fətva veriblər ki, o sədəqələr ki, qeyri-seyyiddən seyyidə haramdır. Onlar malın vacib zəkatı, bir də fitrə zəkatıdır ki, bunlar qeyri-seyyiddən seyyidə verilməsi haramdır. Məsələn, mən seyyid deyiləm, seyyid olan bir Əhməd adında seyyid Əhmədə verməyim mənim malın zəkatını, fitrə zəkatını haramdır. Amma müstəhəb zəkat var ki, onun ehtiyacı var, o mömin seyyidin ki, ehtiyac içindədir, onun ehtiyacı var bir şeyə, mən onu verməyimdə heç bir müşkül yoxdur ki, əslində əcr və savab var. Bunu da fəqihlərimiz kifayət qədər əsərlərində qeyd ediblər. İndi burada da bəzi fəqihlər bir məsələ qeyd ediblər ki, öz fətva kitablarında. Nədir? Az miqdarda olan sədəqələr, məsələn, bəlanı uzaqlaşdırmaq üçün, məsələn, dilənçiyə verilən o qəpiklər ki olur, məsələn, artıqlar ki olur və bu cür sədəqələr, bu qəbildən sayılan sədəqələr seyyidlərə verilməməlidir. Çünki fəqihlər bunu işğallı, yəni bu işi bir növ problemli, mübahisəli sayıblar. Bu da nə üçün mübahisəli oldu? Seyyidlərin, yəni Bəni Haşimin, Əhl-i Beyt soyundan gələnlərin ehtiramsızlıq yaşamaması üçündür. Ki, yəni bunlara sanki bir növ artıq qalan kimi bir şey, yaxud məsələn, elə bu bəlanı özümdən dəf eləmək üçün bir sədəqə ayırmışam, aparım o seyyidə verim sırf. Ehtiramsızlığa gətirib çıxarsa, onlara hörmətsizliyə çıxardırsa, yaxşı olar ki, o seyyidlərə də o cür sədəqə düşür. Amma yaxşı olar ki, o da verilməsin onlara ki, niyə Əhl-i Beyt əleyhissalamın ehtiramı, hörməti qorunsun. Amma bu, ümumi olaraq bunun bir müşkülü yoxdur ki, bir şəxs götürsün müstəhəb sədəqəni qeyri-seyyid olan şəxs, yəni seyyidə versin və bu icazəlidir. Şəri baxımdan da heç bir problemi yoxdur. Və düşünürəm ki, bu məsələ də möminlər üçün aydın olmuş olar. Vəlhamdülillah Rabbil aləm.